Biz namazın fəzilətləri haqqında çox danışa bilərik. İstəyirəm Quran-ı Kərimdən bir ayə qeyd edeyim. Əl-Bəqara surəsi 143-cü ayədə Allah Azza və Cəllə bir hissəsində belə buyurur. Bismillahirrahmanirrahim. Və mə kənəllahu liyudi'a imanəkum. Və mə kənəllahu liyudi'a imanəkum. Sadaqallahul aliyyul azim. Deyir ki, Allah sizin imanınızı zayi etməz. Bu ayəyə baxsanız, Bəqərə surəsi 143-cü ayə, qiblənin dəyişilməsindən bəhs edir. Qibləmiz dəyişiləndən sonra artıq sual meydana çıxdı ki, biz o biri qibləyə namaz qılırdıq. İndi o namazların hökmü nədir? Allah deyir ki, Allah sizin namazlarınızı zayi etməz. Təfsirə baxanda, məsələn, Nur təfsirinə baxanda görürsən ki, orada buyurulur ki, əslində ayənin təfsiri və mənası budur. Və mə kənəllahu liyudi'a salatakum. Allah sizin salatınızı, namazınızı zayi etməz və yaxud ibadətinizi zayi etməz. Məsələn, Nur təfsirində Farsça yazılmış bir təfsirdir. Deyilir ki, در این آیه bu ayədə becayə kəlmə-i namaz, vacə-i iman bekar rəfdə است. Deyir, bu ayədə namaz sözünün yerinə iman sözü istifadə edilmişdir ki, nişandəhəndə-i əhəmiyyət o məqam namaz və bərabəri an ba məqam iman mübaşəd. Buna görə ki, bu namazın məqamı və əhəmiyyətinin göstəricisidir və onun, deməli, onun iman məqamı ilə bərabər olduğunu göstərir. Yəni namaz yəni iman, iman yəni namaz. Sanki elə bir nəfərin namazı yoxsa imanı yoxdur. Bu da anlaşılır bu ayədən.